İkinci mövzu isə 7-ci sinifin ikinci mövzusu isə ailə xərclərinin təyin edilməsi, qidalanmaya ayrılmış vəsaitdir. Ailə xərcləri iki əsas qrupa bölünür: daimi və dəyişən. Deməli, neçə qrupa bölündü? Qrup deyirsə, deyirik ki, iki qrupa bölünür: daimi və dəyişən qrup. Bəs daimi xərclər nədir? Dəyişən xərclər nədir? Daimi xərclər müəyyən vaxt ərzində dəyişməyən xərclərdir. Yəni daimi xərclərdir. Bunlar müəyyən bir vaxt ərzində də dəyişmir. Bu xərcləri qabaqcadan həyata keçirmək və ya planlaşdırmaq olar. Daimi xərclərə əsas qida məhsullarının alınması, kommunal xərclərin ödənilməsi aiddir. Yəni daimi gündəlik qidalanmadır, kommunal xərclərdir. Bunları bilirik ki, ödəməsək, ödəməmək və yaxud da ki, bir gün qidalanmasaq mümkündür? Xeyr. Demək, bunları öncədən planlaşdırmaq, həyata keçirmək mümkün olur. Bunlar daimi xərcləri hesab olunur və əsasən daimi xərclər qida məhsullarının alınması, kommunal xərclərin ödənilməsi və s. bura aid edə bilərik. Bəs dəyişən xərclər nədir? Dəyişən xərclər mütəmadi və gözlənilməz xərclərdir. Amma mütəmadi özü də iki yerə bölünür: dövrü və mövsümü. Deməli, dəyişən xərclər özü mütəmadi və gözlənilməz olaraq iki qrupa bölünür. Amma mütəmadi özü də iki yerə bölünür: dövrü və mövsümü xərclər. Bəs dövrü xərclər nədir? Dövrü xərclər istismar müddəti qurtarmış əşyaların, məsələn, mebellərin, müxtəlif geyimlərin, məişət texnikasının yenisi ilə əvəz edilməsi, alınması, mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait dövrü olur. Yəni artıq bunların istismar dövrü başa çatıb. Hər hansısa bir əşyadır, köhnəlib, bir məişət əşyasıdır, belə deyək, artıq öz fəaliyyətini itirib, onu dəyişirik və yaxud da ki, yenisi ilə əvəz edirik. Bu zaman ayrılmış vəsait, xərclənmiş vəsait dövrü xərclərə aid olur. Yəni dövrünü tamamlanmış əşyalara, texnikalara xərclənmiş vəsaitin bir hissəsi bu dövrü xərclər adlanır. Bəs mövsümü nədir? Mövsümü elə adından görünən kimi müəyyən mövsümü işlərlə, məsələn, qışda giləmeyvə, tərəvəzlərin tədarükü, bağ sahələr üçün tinglərin, gübrələrin alınması, bu özü də mövsümü xərclər hesab olunur. Bəs bağları yaz fəslində, bağ sahəsində tinglərdir, gübrələrin alınması, tinglərin əkilməsi, bunlar bilirik ki, əsasən yaz vaxtında yerinə yetirilir. Yəni mövsümü olaraq yaz fəslinə, yaz mövsümünə düşür. Sonra gilə meyvələrin hazırlanması da həmçinin bunlar da yazda yerinə yetirilir. Tinglər əkilir. Biz özümüz qadınlar olaraq müəyyən bir qışa tədarük görürük. Bunlar hamısı mövsümü xərclərə aid olunur, adında da göründüyü kimi. Bəs gözlənilməyən xərclər nədir? Gözlənilməyən xərcləri biz 5-ci sinifdə də keçmişik. Çox zaman, hətta 6-cı sinifdə də keçmişik. Çox zaman qəfil baş vermiş hadisələrə, xəstəliklər, qəza, müxtəlif tədbirlərdə dəvətlərlə bağlı olan xərclər özü də gözlənilməyən xərclər hesab olunur. Ailənin xərclərini adətən iki əsas hissəyə bölünür. Hansıdır? Şəxsi xərclər, vergilər və digər mütləq ödəmələr. Deməli, burada başlıqda necə demişdi? Demişdi ki, ailə xərcləri iki əsas qrupa bölünür desə, daimi və dəyişən. Qrup desə, iki əsas qrupa bölünür desə, deyirik ki, daimi və dəyişən. Yox desək ki, hansını deyirik? Ailə xərclərini hansı hissələrə bölünür? Deyirik ki, iki əsas hissəyə bölünür. Şəxsi xərclər biri, ikincisi isə vergilər və digər mütləq ödəmələr. Bu isə ailə xərclərinin iki hissəyə bölünmüş hissəsidir. Sonra, ailənin mütləq ödəməli olduğu xərclərə ətraflı nəzər salsaq, bu xərclər hansılardır? Vergilər, yəni verginin ödənməsi, cəmiyyət və kooperativ təşkilatlara, məsələn, ev tikinti kooperativinə ödəmələr, bank kreditlərinin, kommunal xidmətlərin ödənişi, mənzil, istilik, qaz, su, elektrik, indi kommunal xidmətlər nədir? İnternet. Bunlar nəqliyyat xərcləri, təhsil haqqı və pullu dərnək, kurslar ödənişi aid olunur. Bunlar ailənin mütləq ödəməli olduğu xərclərə aiddir. Sonra enerjiyə görə ödəmələr hansıdır?
Enerjiyə görə ödəmələr məişətdə istilik enerjisi əsasən mənzilin isidilməsinə və digər məişət ehtiyaclarının ödənilməsi üçün işlədilir. Amma bəzən istilik enerjisini işlətdiyimizdən daha çox hissəsini itiririk. Məişətdə istilik enerjisinə qənaət etmək üçün bəzi şərtlərə əməl etmək lazımdır ki, bunlar hansı şərtlərdir? Pəncərə və qapıları yüksək keyfiyyətli və istilik keçiriciliyi az olan materialdan hazırlamaq. Baxın, istilik keçiriciliyi çox olan yox ha, istilik keçiriciliyi az olan materialdan hazırlamaq. İsti havanın dövr etməsinə mane olmamaq. Bir dəqiqə. Mane olmamaq üçün mebeli istilik ötürücüsü olmayan nöqtələrdə yerləşdirmək, istilik ötürücülərini açıq saxlamaq. Bu hissələr testlərə çox zaman düşür. Deməli, pəncərə və qapıları yüksək keyfiyyətli və istilik keçiriciliyi az olan materialdan hazırlamaq. Yəni istiliyi belə deyim də kənara buraxmasın. Pəncərədirsə plastik pəncərələrdən, qapılarsa daha keyfiyyətli materiallardan olsun ki, yəni o içəridəki istiliyi çölə belə deyək, verməsin, çöldəki soyuğu da içəri daxil etməsin. Ona görə deyək ki, istilik keçiriciliyi az olsun. Həmçinin də isti havanın dövr etməsinə mane olmamaq üçün mebeli, yəni mebelləri, istilik ötürücüləri olmayan nöqtələrdə yerləşdirmək. Yəni bu radiatorların, kombilər var evlərdə, atoplenlər belə deyək də, onların qarşısında yerləşdirmək lazımdır ki, istilik evə rahat bir şəkildə paylansın. Həmçinin də deyir ki, istilik ötürücülərini mütləq açıq saxlamaq lazımdır. Qaza görə ödəniş onun mənzilə çatdırılma üsulundan asılıdır. Nə deyir? Deyir ki, qaza görə ödəniş onun mənzilə çatdırılma üsulundan asılıdır da belə desək. Nə demək istəyir? Biri balonlarla və yaxud da ki, qaz ötürücü borularla. Həm balonlarla, həm də borularla, qaz ötürücü borularla. Bu iki üsulla olur da. Lap əvvəllər qaz balonlarını doldurub bu formada istifadə edirdilər. İndi artıq bir çox evlərdə, yəni borular vasitəsilə gəlir. Yenə də hər iki üsuldan da istifadə edənlər var. Ona görə də deyir ki, mənzilə çatdırılma üsuluna görə qaza görə ödəniş dəyişir. Qazla istənilən şəxsi evlərdə ödəniş isitilən evin sahəsindən asılı olaraq az və yaxud da ki, çox ola bilər. Yəni evin sahəsindən asılı olaraq ola bilər ki, orada bir otaqda qaz yansın, ola bilər ki, bütün otaqlarda və yaxud da ki, böyük bir sahəli kvadratlı ev olsun ki, orada çox miqdarda qaz sərf olunsun. Sonra suya görə büdcənin müəyyən hissəsini təşkil edir. Nə deyir? Suya görə ödəniş büdcənin müəyyən hissəsini təşkil edir. Odur ki, ödənişin az olması üçün suya bacardıqca qənaət etmək lazımdır. Telefon, kabel, televiziya, sonra İnternetə görə ödənişlər bütün vətəndaşlar üçün eyni tariflə həyata keçirilir. Yəni bunlar belə deyək də, hansı ki telefondur, internetdir, kabel xətlərdir. Bunlar internet kabel xətlərdir. Eyni belə deyək tariflə hesablanır bütün vətəndaşlar üçün. Sonra bütün kommunal xidmətlərə görə ödəniş aparan şəxsə ödəmə qəbzini təqdim edirlər. Sonra nə var? Ödəmələri bankomatlarla və yaxud da ki, müxtəlif bank kartları vasitəsilə eləcə də evdə oturaraq onlayn da ödəmək olar. Bu kommunala aid olan hissələr idi, ödənişlərə aid olan hissə idi. İndi gəlirik qidaya. Qida nədir? Qida insanın əsas ehtiyacı, onun sağlamlığının, iş qabiliyyətinin və uzun ömürlüyünün təməlidir qida. Son vaxtlar tez-tez rasional düşünülmüş qidalanmadan danışırlar. Hansı qidalanmadan? Rasional qidalanma həm də düşünülmüş qidalanma hesab olunur. Rasional qidalanma orqanizmin normal inkişafını təmin edir, həyat və əmək fəaliyyətinin saxlanması üçün zəruri olan enerji ehtiyatını bərpa edir, orqanizmin inkişaf prosesini reallaşdırır. Deməli, bunlar hamısı nəyə aid oldu? Rasional qidalanmaya aid hesab olunur. Orqanizmin normal inkişafı, əmək fəaliyyətinin saxlanılması üçün zəruri şərtlər, enerji ehtiyatının bərpa olunması, orqanizmin inkişafı, bunlar hamısı rasional qidalanmaya aiddir. Zərərli qida məhsulları orqanizm mübarizədə gücünü aşağı salır.
vaxtından əvvəl qocalmaya və bir çox xəstəliklərə gətirib çıxara bilir. Zərərli qidalanma. Sağlam qidalanma rejimi və düzgün rasional ev iqtisadiyyatının tərkib hissəsidir. Deməli, sağlam qidalanma nədir? Sağlam qidalanma rejimi və düzgün rasional ev iqtisadiyyatının tərkib hissəsidir. Sağlam qidalanma. Sağlam qidalanma. Sonra, çünki sağlamlığımız və ailə üzvlərinin əmək qabiliyyətinin qidalanmadan birbaşa, yəni onların əmək qabiliyyəti, sağlamlığı təbii ki, birbaşa qidadan asılıdır. Qidalanmaya ayrılan xərclər ailə büdcəsinin əsas hissəsini, yəni 50%-ni təşkil edir. Bəs 6-cı sinifdə belə bir şey keçmişdi ki, qida məhsullarının alınmasına sərf olunan hissə nə qədər idi? O isə 40% idi, müəllimlər. Qida məhsullarının alınması 40%, amma qidalanmaya ayrılan vəsait isə ailə büdcəsinin yarısını 50%-ni təşkil edir. Qidalanma tarazlanmış, tarazlaşdırılmış və rasional olmalıdır. Qidalanma necə olmalıdır? Tarazlaşdırılmış və rasional olmalıdır. Yəni, müəyyən tələblərə cavab verməlidir. Bu müəyyən tələblər deyəndə nə nəzərdə tutulur? Müəyyən tələblər dedikdə müntəzəmlik, müxtəliflik, lazımi miqdar və keyfiyyət nəzərdə tutulur. Deməli, deyəndə ki, rasional qidalanma necə olmalıdır və hansı tələblərə cavab verməlidir? Deyirik ki, o müntəzəm olmalıdır, müxtəlif olmalıdır, lazımi miqdarda və keyfiyyətdə olmalıdır. Bunu belə yadda saxlaya bilərik. Əslində, deməli, müntəzəmlik, M, bir dənə K var orada. O da keyfiyyətdir. Keyfiyyət. K, M. Bu formada yadda saxlaya bilərik. Deməli, 3M, 1K. Müntəzəmlik, miqdar, yəni lazımi miqdar, müntəzəmlik, müxtəliflik, bir də keyfiyyəti. Bu nədir? Yəni qidalanmada, rasional qidalanmaya aid olan, yəni gözlənilən tələblər, lazım olan tələblər bunlardır. Qidalanma xərcləri qidalanma rejimindən, qidanın qəbul etmə vaxtından, tərkibindən, həcmindən və kalorisindən asılıdır. Deməli, qidalanma xərcləri nədən asılıdır? Qidalanma rejimindən, qidanın qəbul edilmə vaxtından, bunlara diqqət yetirin, tərkibindən, həcmindən və kalorisindən asılıdır qidalanma xərcləri. Həkimlər gündə 3 və yaxud da ki, 4 dəfə qidalanmanı daha səmərəli hesab edirlər. Neçə dəfə? 3 və yaxud da ki, 4 dəfə. 3 və yaxud da ki, 4 dəfə qidalanmanı daha səmərəli hesab edirlər. Bu zaman səhər yeməyi gün ərzində qidalanmanın ümumi enerji dəyərinin 25-30%-ni, səhər yeməyi 25-30%, günorta yeməyi 50%, yəni daha çox günorta olur. Axşam yeməyi isə 20-25% təşkil edir. Səhər 25-30, yəni 25 üstə gəldik, 5-30. Günorta ən çox günorta olur, 50%. Axşam isə olur 20-25% təşkil edir. Qidalanma rejiminə ailənin maddi təminatı, qida məhsulları mövcudluğu, milli mətbəx ənənələri, qidalanma mədəniyyətinin səviyyəsi təsir edir. Bəs qidalanma mədəniyyəti nədir? Qidalanma mədəniyyəti qidanın müxtəlifliyi, rasion tarazlığı, qida məhsullarının alınmasında iqtisadi bir hesablamadır qidalanma mədəniyyəti. Deməli, qidalanma mədəniyyəti nədir? Qidanın müxtəlifliyi, rasion tarazlığı, qida məhsullarının alınmasında iqtisadi hesablamadır. Ev təsərrüfatının rasional aparılması nədir? İlk növbədə ərzaqların keyfiyyətli olması və sərfəli qiymətə alınmasıdır. Deməli, ev təsərrüfatının rasional aparılması üçün ərzaqlar keyfiyyətli və sərfəli qiymətə alınmasıdır. Demək olar ki, bütün
şagird valideynlər bazarlıq etməkdə, şagirdlər valideynlərə bazarlığa kömək etməlidir. Çörək, süd kimi gündəlik qida məhsullarının alınması orta yaşlı məktəblilərin böyük həvəslə yerinə yetirdiyi işdir. Bazarlığın səmərəli etməyi üçün isə bir neçə sadə qaydaya riayət etmək lazımdır. Bazarlığı əvvəlcədən planlaşdırmaq lazımdır. Yaxşı olar ki, özünüzlə alınacaq ərzaqların siyahısını hazırlayasınız, yəni götürəsiz. Pulun hesabını dəqiq aparın. Bazarlığı öz maddi imkanlarınız və fizioloji tələbatınız ilə əlaqələndirin. Bazarlıq edərkən əlvan qablaşdırmaya, sonra diqqəti cəlb edən reklama aldanmayın. Əlvan qablaşdırmaya və diqqəti cəlb edən reklamlara aldanmayın. Hamının aldığını almaq həvəsinə düşməyin. Yalnız lazım olan ərzaqları alın. Lazım olub-olmadı hər gördüyünüzü almamaq üçün marketə və yaxud da ki, bazara ac getməyin. Həqiqətən də bu doğru bir fikirdir. İnsan ac olanda istəyir ki, marketdə hər şeydən alsın, hər şeydən götürsün. Çünki insan ac olanda bu bir, belə deyim də, İnsanın özündən asılı olmur. Ona görə də tox getmək lazımdır ki, həqiqətən də sənə lazım olan bazarlığı edəsən. Bazarlığa sərf edilmiş vəsaitin dəqiq hesabatı üçün müntəzəm olaraq ev xərcləri kitabını doldurmaq lazımdır. Sonrakı aylar üçün büdcə planlaşmasında ev xərcləri kitabından çoxlu faydalı məlumat əldə etmək olar. Sonra hansı bahalı ərzağı eyni qida dəyəri, yəni qida dəyəri eyni olan digər ərzaq ilə əvəz etməyə mümkün olduğunu müəyyən edin. Yəni bir ərzaq bahadırsa, müəyyən qədər bahalıdırsa, qida dəyəri eyni olan, amma bir qədər ondan ucuz olan bir digər ərzaqla onu əvəz etməyindir. Yəni yolunu müəyyən edin, mümkünlüyünü müəyyən edin ki, olar, yoxsa olmaz. Müxtəlif ərzaq məhsullarına orta hesabla nə qədər pul xərclədiyinizi hesablayın. Bunu ailə büdcəsində əvvəlcədən nəzərə alın. Bu şəkildə göstərdiyi hansı ki, ev xərclərinin kitabıdır, hansı ərzaqlardır, gündəlik nə qədər alınır, yəni hesab aparmaq üçün belə deyim, bir qrafik formasında verilib. Ev xərcləri kitabı ailəyə aylıq hansı ərzaqdan nə qədər lazım olduğunu hesablamağa imkan verir. Bir neçə ay ərzində qidalanmaya ayrılmış xərcin araşdırılması üçün vacibdir. Sonra başqa görün burada nə var vacib. Düzgün və səmərəli qidalanmaq, ərzaq, vaxt və vəsait israfına yol verməmək üçün əvvəlcədən menyu tərtib etmək məsləhət görülür. Menyunu tərtib edərkən qidanın faydasını və müxtəlifliyini nəzərə almaq lazımdır. Deməli, testlərdə çox vaxt düşür. Menyunu tərtib edərkən nəyə fikir vermək lazımdır? Qidanın faydasına və müxtəlifliyini nəzərə almaq lazımdır. Ərzağın qida dəyəri onun qiyməti ilə ölçülmür. Deməli, ərzağın qida dəyəri onun qiyməti ilə ölçülmür. Bəziləri düşünür ki, ərzaq nə qədər bahadırsa, bir o qədər xeyirlidir. Amma bu belə deyil. Ərzağın qiyməti onun tərkibində olan yağların, zülalların, karbohidratların, mineral duzların və vitaminlərin miqdarı ilə müəyyən olunur. Deməli, ərzağın qiyməti nə ilə müəyyən oldu? Yağ, zülal, karbohidrat, mineral duzlar və vitaminlərin dəyəri ilə müəyyən olunur. Qida məhsullarının enerji dəyəri kalori ilə ölçülür. Deməli, enerji dəyəri nə ilə ölçüldü? Kalori ilə ölçülür. Məsələn, deyir 1 qram yağda orta hesabla 9,3 kalori, eyni zamanda 1 qram zülalda və karbohidratda isə 4,1 kalori var. Deməli, zülalda 1 qram yağda 9,3, yağda çoxdur. Yağda 9,3, amma 1 qram zülalda və karbohidratda isə 4,1 kalori var. Sonra deyir, yadda saxlamaq lazımdır ki, fiziki əməklə məşğul olan insanların qidaya ehtiyacı zehni işlə məşğul olanlardan daha ehtiyaclıdır, yəni daha çoxdur. Çünki onlar bir enerji itirir, yəni bədən olaraq da yorulur. Ona görə də onların qidalanması daha fərqli olur, daha çox olur, yəni qidaya ehtiyacı.
Sonra ailənin tərkibi, onun ayrı-ayrı üzvlərin enerji sərfinin, qida məhsullarının tələbatlarını, gündəlik, həftəlik, aylıq, illik onların əldə edilməsi, tədarükü, qidanın saxlanması, hazırlanması, həyətyanı sahədə qida məhsullarının istehsalı imkanlarını nəzərə almaq lazımdır. Belə müəllimlər, yəni vacib hissələri dedim. Sonra başqa da bir vacib məqam qalmadı. Belə müəllimlər, bu dərsdə bu qədər.